günümüzdə çox pis. İlk gün çox pis olur ümumiyyətlə. Cədvələ öyrəşəndən otaqlı müəllim götürəndə. Ay biz üçün yaxşı birinci kurslar çox şeydir o cəhətdən. Mülki prosesual testdir bugün ilk mühacirə. Fərda müəllim idi. Cəfər Cabbarlının nəvəsi. Mən normal idi, yəni böyle normal idi. İngilizcələrlə belə Söyledim fikirə sevdi bir də çıxardım. Fikirə yazdılar. 5 gün sonra deyildi bu nədir? Ərzini ucuz ikiliydi məsələdə. Ərzini biləndim gözüm. Evet, Paris'te görmürdük ki. Koyuyoruz yaşasını. İkincisinden sonra adamın hayatını soruyor. Qardaşım doktorun fransına şey gəldi. Sənətlərə. Qərbi olmuşsa, həm də yox. Danışıb mən tutması rəbb yox, rəbblə alim. Ay Allah, alim yox, doktorun fransına gəldi. Siz de pis anlatıyorsunuz. Sen sonra demeliyim. Halıkla seni ben hazırlaştırdım. Ben evliyim, o baltılı seni. Sen onun adını ve Paris'te var, bir fotoğraflarına. Paris'te sinemayım. Bir İsrail'cik bir harita yaşıyor. Nasıl isteyen? Ne güzel. Siz mülkünü oxudunuz? Nəzin sualda verəli deyil. Bunun nəzin yox. Yeni üniversitədə. Hə. Mənlə deyək, mən də mülkdə zəifəm, mən də təşərli. O, bilmiyorum. Hansı maddən götürəsə, amma mən yəni yaddan çıxan deyiləm də, mən gələcəm belə deyəcəm, məndən saza verin. Şey götürək, bir sürü şəxsə gələcək. Okey, istəyir suyu şəxsi tipi götürək. Bu şəxsə çox olacaq. Sizə rahat harada oranı götürək. Kendi bu şəxsə gələ götürək. Okey, tamam. Bu şəxsə çox deyəsən. Həkim bu şəxsin yarısını götürək. Problem yox. Hüquqi şəxsə qədər 1.42-dir. Sonra da 42-dən neçəyə qədərsə 120 neçə idi? Hüquqi şəxs çünki sonrası silinib hüquqi şəxsin məcəllədən. Yəni deyilənə görə həsr. Hansı universitetdə oxuyursunuz? Yaxşı. Qəşəngdir. Sizdə kimdir mülki müəllimi? İlk 60 gün var. 3.60, tamam. Sen de kıskalsa. Tamam. Cinayət müəllimi kimdir sizdə? Çox az Bakırətlə Diyan müəllimləri eyni olurdu. Əvvəl bizim Zahir müəllim də sizdə çıxdı ama. Ben. ...1620. Siz 3-cü kursunuz? Mənim orada bir dostum var. Zahir. Yalnız seçmədiyimə peşman olmalıyam.
isə. 638 idi qəbul olduğum. Mən çox sıxıcı gəldi. 25 nəfər mənə çox şey gəldi. Mən də o aviasiya seçmişdim 15 nəfər. Sonra biz 4 oxuyanda qaldığında okul, indi 95 yüzeydə. Siz aviasiya oxumusunuz? Hə, başda yox bilirdim. Özdə həm İngilis, həm Rus, həm Azərbaycan üstü böyləliklər. Yəni bunu kim qəbul eləyər bilmirəm, amma mənə görə aviasiyanın təhsili Bakıda olan hüquq keçən universitetlərdə ən yaxşısıdır. Təhsil olaraq. Prestij cəhətdən deyə bilmirəm, amma təhsil olaraq həqiqətən də ən yaxşısıdır. Çünki bizim özün yavaşdan oldu da deyim. Bəlkə Ayxan müəllim həqiqətən çox əməyi var. Bizim dilimizi Belə digər məsələdə üstün yoxdur ki, hər kursunu məcburi praktikalar və istədiyini qurumu seçə bilər, vəzifəsini olmaq. Bir o. Ondan sonra məsələn, cinayət hüququdur, tilkiyənidir, ilk danışıq keçir bizə. Bu insanın şeyinlə çəkini təhqiq edəndə. Mülkiyənidir, hakim keçir, MPN-də hakim, komissiya hakim keçir, komissiya hakim. O çox hakim. Media hüququdur, vəkil hüququdur, media vəkillər keçir. Baxın, imtahanlarınız hamısı şifahi, Ayxan müəllim, ki, hüquqşünas danışmaq, hamısı. Ən belə insan hüququna qədər biz onu şifahi, robot hüququnu şifahi edirik. məhkəmə zalatçılığı məsələn bizdə. Çox qəşəng. Ona görə onu deyim ki sizə, Bakıda bətin aldılar. Bu səfirləməsi DKT-dir, onlar hər yaşlısı. Onları saymıram da, belə hüquq. Digər onlardan İslamlarla bir universitetarasyonda da yenə başqa yazmışlarımız var. Hətta bir dəfə Akadda yarış olmuşdu. Mən neçə yazmışdı, orada 3-cü kurs. Deməli, burada yarış oldu, biz ədalətli oldu, sonuncu yerə çıxartdılar bizi. Halbuki orada hamı şahiddir, biz sonuncu yerdəyik. 1, 2, 3. İş üsüldə olmaz. Elə cəhənnəm başa Heydər elə yaxşıdır, taxanı polisin birlikdə olsun. Yaxşı, bax, görmüş olsun, mühəmmanın dörd eləməli. Naxçıvan 2 dəfə idi, yarışda əyanə iştirak edirdi. Düşün, Naxçıvana yəni ona görə yer verdilər. Sırf səhəndə için danışın bilməmişlər də. Sonra 2 nəfər idi, hələ universitetdən çıxırsan, bilet çəkirsin, hələ öz sualını düşən, danışın bitkindən. Mesela kaptandan yarışını mən içərəm. Kaptanın nefsini yarışım. Çıxandan sonra inansız bir dənə adam qalmaq gəldi mənə ki, siz haqlıydınız, biz sizlərsəniz, siz çox haqlıydınız. Mən orada şey deyəndə, orada elmi həbisdə şöbə rəisləri, müqəddərlərlə. O bizə tiplədir. Ona qarşı məliyyətli ki, sən bizdən eləmədi, sən öyrətlərin faktörlüğü, özün faktörlüğü düşünmək istəyirsən. Qarşı rəqət deyildi, o bir də sənə baxdılar, düşdülər. Mən səhnə düşünürdüm, bir taxa da düşdü bizim yanımıza ki, biz onlara elmi faktörlüğü qəbul eləmədik. Alim verirdi, sizin Naxçıvan verirdi. Naxçıvan şeydi, qız bilmirdi. Naxçıvan da qorxam, güclü qararlılar oldu. Mən də dedim ki, mən də haqqımı müdafiə edim, sözünü qeyrələn deyirəm. Birinci Allah, mən faktorlar öyrətməyədir. Mən bu müsbilərə qarşı demək reaksiyon. Dedim, yəni üzümə baxa-baxa deyirlər ki, heç bir haqsızlıq yoxdur, nə bilim, nə, onda hamı etiraz edərsin. Dedim, etiraz edin də sizdə, mən öz adıma etiraz edərəm. Nəsə da buna deyəsən ki, axırda, siz iddia edirsiniz ki, aviasiya tələbələri polisdir, ki, dövlət qədər savadlı ola bilər. Belə deyim ki, film uzunluğu qaysı şey yanardır. Çünki faktorlarla tutmasın, orada şey olmasın, mən bir yerə qədər üç başqa yerə edirsən. Yəni, bunu məsələ bu, amma Hüquq olimpiyadası var, Bəklər Kollegiyası təşkil edir, bizim faktorlardır. Onun Hüquq olimpiyadasını 2 ildir təşkil olunur və onun Vəkillər Kollegiyası və sponsor əsas böyle təşkilatlarına yanaşır. Təşkil edənlərdən biri budur, TGT hüquq fakültəsidir. Mən də orada layihələrin idarə edilməsi üzrə məsul şəxsəm, mənim flaqman layihəm sayılır da. Getmişik layihəyə həqiqətən, yəni zaten ilk ilində aviasiya yoxdur, birinci yer oldu aviasiya. İkinci yer haraydı, 2-3 yadında deyil, yəni Bakı dövlət 2 idi, yadındadır. Sonra 3-cü yer yadında deyil, aviasiya 1 idi. Hətta Bakı dövlət biraz etiraz edir, sabahı günü Bakı dövlətin belə yarışdakılardan əlavə bilikli uşaqların güya seçib getdilər aviasiyada, o temanı necə bilmirəm.